Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə, salam və salavat olsun Həzrəti Muhammed sallallahu aleyhi və səlləm və onun pak əhli beytinə aleyhissalam. Hörmətli möminlər və möminələr, Ramazan ayı bildiyiniz kimi bir fürsətdir ki, Allah tərəfindən bu ayda itaət, ibadət və təqva yolu ilə ona daha yaxın olmasını istəyirdi və bu ay bəndələrin rəhmət dəryasına qərq olduğu, qəlbini saf etdiyi, nəfsini təmizlədiyi bir ay kimi hesab olunurdu. Bu ayda orucun, namazın, Quran oxumağın, sədəqənin və dua etməyin böyük savabları vardır. Biz qeyd etdik. Ramazan ayı bəndələrin bəli sınaq meydanı idi. Allah Teala Quran-ı Kərimdə də bu cürlə buyurub ki, İnnəlil muttəqinə məfəzə. Həqiqətən təqva sahibləri üçün nicat və mükafat vardır. Nəbə surəsinin 31-ci ayəsində vurgulanıb. Bu ayə Allahın bəndələrinə böyük bir fürsət verdiyi bir aydır ki, biz bunu qeyd etdik. İmam Rıza aleyhissalam buyurur, Ramazan Allahın bəndələri üçün bir imtihan meydanıdır. Kim Allahın rəhməti ilə xilas olur, kimi də bu fürsəti qaçıraraq ziyana düçar olur. Tənbəllik yüzündən, hansı bir istəmədən, yəni öz xoşluğu ilə. Bu ayda müminlər xeyirli əməllər görmək, Allahın razılığını qazanmaq üçün səy etməlidirlər ki, biz keçən gecələrimizdə də bunları qeyd etdik. Allah tutulan oruc namazları qəbul etsin. Bəli əzizlər, Allaha şükürlər olsun ki, son olaraq bu günümüzü də tamamladıq və gəldik Fitir bayramına çatdıq son günə. Fitir bayramını bilirsiniz də məğfirətdir. Ramazan ayının bəndələr üçün bir böyük müşafət günü gəlibdir Fitir bayramı. İmam Rıza aleyhissalam buyurur, İnnəmə cu'ilə yevmul fitril eydən yəkunən lil muslimin mujtəməə. Buyurur, bilin ki, Fitir bayramının gələcəyi bəndələr üçün bir sevgi müjdəsi olacaq. Bugün insanlar bir yerə toplaşırlar və qardaşlıq edirlər. Böyük sevinç hissi içində Allaha dua edirlər. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Fitir bayramı qiyamətdə üzü gülən, sevincli gələn bəndələrin bayramıdır. Fitir bayramının biz fəzilətinə baxsaq, bəli, bugün bəndələr Allaha dua edərək onun rəhmətini istəyirlər və insanlar fitrə sədəqəsi verməklə yoxsullara edə bilirlər ki, yardım etsinlər, yoxsullara yardım edirlər. Bayram namazı qılınaraq bəndələrin birlik və böyük kəramət və hissi yaşanır bu halda. Bugün müminlər bir-birlərini təbrik edərək məhəbbəti daha da edə bilirlər, artırsınlar, məhəbbəti daha da artırırlar. Ey müminlər və müminələr, Ramazan ayının son günlərində dua etməyi unutmayan, xüsusən də unudulmamalıdır bunlar. Bu ayda qazandığımız savabları edə bilək, qoruyub saxlayaq və Fitir bayramını Allahı uca tutaraq qeyd edək. Allah Teala bizi bu mübarək aydan tam belə deyək, bəhrələnənlərdən qərar etsin, bizləri qərar versin. Bəli əzizlər, bir də fitrin sədəqəsi haqqında istərdik danışaq, fitrə zəkat barəsində. Bilirsiniz də, İslamda vacib olan bir ibadətdir və Ramazan ayının sonunda Fitir bayramı günü verilməlidir. Bu zəkatın verilməsi və kimlərə çatdırılması ilə bağlı müəyyən qərarlar vardır. Bizim üçün İslamda Fitir sədəqəsini kimlər verməlidirlər haqqında istərdik bir neçə mövzulara toxunaq. Hər bir yetkin, balıq, ağıllı və maddi imkanı olan müsəlman fitrə verməlidir. Birincisi budur. İkincisi budur ki, evin rəhbəri öz ailəsi və asılı olan insanlar üçün də fitrə
verilməlidir. Məsələn, əgər ailədə uşaqlar və ya qonaq varsa, ev sahibi onların da elə bir fitrəsini ödəsin, onların da fitrəsini ödəməlidir. Üçüncüsü budur ki, imkansız insanlar, yəni gündəlik ehtiyaclarını çətinliklə qarşılayanlar fitrə verməyə məcbur deyillər bunlar. Səfərdə olanlar, əgər Ramazan ayının son gecəsi, məğrib vaxtı yaşadıkları şəhərdə olurlarsa və maddi imkanları varsa, fitrə verməlidirlər bunlar bu halda. Bəli əzizlər, fitr sədəqəsi kimlərə verilməlidir ki, sual edirlər. Fitr sədəqəsi əsasən də bunlardan ibarətdir ki, xüsusən də İslamda adları sadalanıbdır. Birincisi budur ki, yoxsullar, fəqirlər, yəni gündəlik dolanışığını təmin edə bilməyənlər. İkincisi, ehtiyac sahiblərinə düşür fitr sədəqələrini vermək. Ehtiyac sahibləri, belə deyək, miskinlər, yoxsullardan da ağır vəziyyətdə olan şəxslər, yəni heç bir gəliri olmayan insanlara düşür bunlar. Üçüncüsü budur ki, borclular, borcunu ödəyə bilməyən, lakin işləməyə qabiliyyəti olan şəxslər. Dördüncüsü, musafirlər, yol gedərkən pulunu və ya ehtiyaclarını təmin edə bilməyən şəxslərə düşür. İslam yolunda olanlar, dinə xidmət edən və belə deyək, ehtiyacı olan tələbələr və ya elmi tədqiqatçılar bunlara da düşür. Və altıncısını da deyək ki, azadlığa çıxmağa ehtiyacı olan kölələr ki var, əgər mövcuddursa bunlar və deyək ki, namaz qılan şəxslərə, 12 imam şiyələrinə və bir neçə adlar da sadalanıbdır, bunlar ki məşhurdur, bu şəxslərə bu halda düşür fitr sədəqələrini çıxartmaq. Sual olunur ki, kimlərə fitr sədəqəsi verilməməlidir? Bəli, qeyd olunubdur ki, seyyidlərə, yəni Peyğəmbər nəslindən olanlara, qeyri-seyyidlər tərəfindən fitrə verilməməlidir. Seyyidlər yalnız digər seyyidlərdən edə bilərlər, fitrə alsınlar, fitrə ala bilərlər. İkincisi budur ki, varlı insanlara verilməməlidir. Yəni, dolanışığı normal olanlara və fitrə vermək lazım deyil, onlara düşmür. Üçüncüsü budur ki, ata, ana, övlad və ya həyat yoldaşına düşmür. Çünki onlara baxmaq insanın birbaşa vəzifəsidir, öz öhdəsinə düşübdür. Və onlara verilmir ki, namaz qılır, sonradan namazı tərk edərlər. Bəli, əzizlər, fitr sədəqəsinin verilməsi insanın ruhunu saflaşdırır, orucun qəbul olmasına səbəb olur və cəmiyyətin kasıb təbəqəsinə yardım edir. Bu zəkatın miqdarı adətən ən azı bir adamın bir günlük qida ehtiyacına bərabər tutulur. Ən yaxşısı fitrəni bayram namazından sonra, bayram namazından əvvəl verməkdir ki, ehtiyac sahibləri də bayram günü sevinirlər, elə bilsinlər, sevinsinlər. Çox sağ olun. Bir daha Allah oruz namazlarınızı qəbul etsin.